Herkese salam. Səhər oyandan sonra qəşəng yatağımı toplayıram və əl-üzümü yuyuram təbii ki və sonra mətbəxə keçirəm. Sizə paylaşıram. Kargolarımızı açırıq. Birinci kargomuz. Bacımın mənə tələbəsidir. Bacım mənə hər hədiyyəni yavaş-yavaş bir neçə gün arayla advent kalendar kimi göndərib. Deməli bu. Məndə bu cür büzmə heç xatırlamırdım ki, mənə şəklini göstərmişdi. Xatırlamırdım ki, belə büzməlidir. Tam əynə oturan, ölçüsü də estir. Çox doğrusu. İçi çox gözəldir. Pleçlidir, yəni çiyin detayları var. Mən çox sevirəm elə olanda. Belə bir don çox gözəldir. Qarasız dondur. Çox təşəkkür. Çox sağ ol. Bugün axşam qızlarla vision board hazırlayacağıq. Ona görə də mən enerjimi çox itirmədən onlara saxlamaq istəyirəm. Ona görə də bugün yemək eləməyəcəm. Çünki həftə sonu kotlet eləcəyim. Bayağı çətin, əziyyətli. İndi yemək sifariş edərik. Bu birinci kargomuz. Çox bəyəndim. İkinci belə bir qutuda mən kənarda açmışam ki, sizi yormasın. Bunlar bizim kurabiye kalıplarımızdır. Necəyim ki, biraz tam belə ağ fonda, belə üstümdə. Belə kurabiye adam. Biri Aliyanın, biri mənim. İkimiz bərabər kurabiye adam yiyəcəyik və onun üçün həm də baharat karışımı var. Gingerbread, zencefilli kurabiye tarifleri için baharat karışımı. Hem de bu marka Hayfeli markasıdır. Bunun bir sıra baharatları var ama bu sırf özü tarifinde verip ki necə sizdən kurabiye adam hazırlamaq, hazır bu tarife uygun bu baharatdan istifadə edib hələ kargomuzun gəldiyini aileye xəbər verməmişəm, çox sevinəcək. Amma mən demişdim də birinci gün gələcək. 8 Kasım aynen. 8 Aralık. Bu da mən düz hesablamışammış yani ama şey yazırdı ki kargo gecikə bilər falan ama mən dediyim kimi gəldi. Bu da glazurdu. 4 tane rəngi var. Kurabiye adamın üstünü bəzəmək üçün. Doktor Ötker'in. Bunların ikisini de bir koyun. Sonra en sonuncu böyle bir inanırsınız bunu kargoya böyle göndermiştiler bak. Yani bu nazilikte poşeti. Yine ben kargo edince güzel arka fondu. Yine ben arka fon, yine ben kargo çalışanlarını dinleyerken görüntülendim. Bundan görmedim. Yine ben kargo çalışanlarını qınayarkən görüntüləndim. O qədər soyuq haki tonu var ki, niyə çox şaşırmadım? Çünki bayaqları Bəxtiyarın molasında bir partiya açıb hamısına baxmışam. Çox bəyəndim, çox gözəl qalır, əyində, giyinək. Əslində oversize kalıp kimi gəlir, amma qolları falan böyük deyil də, qəşəngdir. Aşağı hissəsi burası oversize'dır belə. Mən çox qalın şey giyindim də, amma qəşəngdir. Boz, bej və xak arası bir renkdir. Yəni onların hər üçündən də mənim bu tona çox yaxın şallarım var belə. Onunla da çox bir şey yarışar. Uzun müddət xaki bir şey almırdım və bu mənə sanki xatırlatdı ki, sən xaki xoşduydun axı. Belə qızlar, deməli kargomuzu açdıq. Edəcəyim tək önəmli iş hal-hazırda paltarları ilə bilməyəcəm çünki yağış yağır. Sadəcə qabları qabliyona qoyacağım və odaqlanacağım axşamki vision boardumuz üçün. Səhər oyandım. Bugün İspaniya dərsimiz ertələndi. Yənlər olundu. Mən də yerimdə uzana videomu editlədim. Bir də önce axırlarını səsləndirməsi qalıb. Gidip onu da paylaşmaq istəyirəm. Gəlin gedək birinci videomuzu paylaşaq. Sonra qabları yerləşdirək. Sonra yemək keçəcəm sifariş eləmək üçün. Sonra da artıq yavaş-yavaş hazırlaşaq axşamki vision board'a.
Qızlar, gingerbread baharatım olmuşkən dedim portakallı kek hazırlayım, elə ona da əlavə edərəm. Portakallı kekin malzemələrindən bəziləri əksik idi. Mən də üşənirdim gedib marketdən almağa. Sonra dedim yox, getməliyəm və getdim aldım. Gedəndə çox balaca bir dənə şipşirin pişik gördüm, hansı ki yağışda islanmışdı, çox acı idi. Onu da yeməyə alıb verdim və beləliklə marketə getməyim əslində qəşəng bir şey eləməyimə vəsilə oldu. Ona görə də yaxşı ki ertələmədim, getdim aldım. Yoxsa ChatGPT-yə yazmışdım ki, əvvəl yazdım ki bir yumurtam var, sonra yazdım karbonatım yoxdur. Gördüm ki onun verəcəyi təkliflər də artıq tükənir, absurd olur və dedim hadi ertələmə, get qəşəng al gələm. Burada növbəti günün kahvaltısını yeyirəm. Kahvaltı deyəndə əslində südlü kakao eləmək istədim. Sadəcə hələ cezvəm yoxdur deyə südü ayrıca isidə bilmirəm. Biraz süd əlavə eləyib, kakaonu qarışdırıb, sonra qaynar su əlavə eləyirəm. Belə bir şey çözüm tapmışam özüm üçün. Keklə kakao çox qəşəng getdi. Sadəcə bir səhv elədim ki, mən idmandan əvvəl bu mənim üçün yüngül qalan bir yemək oldu. Adətən protein yeyib getmək lazımdır. Ona görə biraz idmanda biraz başım fırlandı, ürəyim döyündü, biraz mola verdim hətta. Qızlar biraz qorxdu, amma mən artıq bilirəm ki, niyə elə oldu? Çünki gücsüz hiss edirəm. Salamlar. Mən gəldim, özümə baxımımı elədim, mən üzümü yudum, qəşəng dişlərimi yudum. İndi sizə göstərdiyim üsulla bir dənə buranı tez sprey edəcəm və gedəcəm, işlərimi davam edəcəm. Bir neçə müddətdən sonra gələcəm. Sadəcə bir dəsmalla, təmizlik dəsmalını siləcəm üstündən, həmin o asid tərkibli spreyi. Bu qədər. Baxın, nə qəşəng parıldadı. Çox qəşəng təmizləyir və 2 dəqiqə çəkir sadəcə. Bunu niyə çıxartmıram? Çünki makyaj edəcəm və makyaj edəndə saçlarımın günəş kremi olmasını, olmasını istəmirəm. Nə deyirlər ona? Günəş kremi olmasını, yağlanmasını istəmədiyim üçün bunu saxlamışam. Qızlar, deməli, evim full səliqəlidir, göstərim. Əslində full səliqəlidir. Sadəcə orada bir iki qab var. Evdən çıxmadan həmən onları yumağa atmalıyam. Bir də indi kameranı söndürəndən sonra telefonu da, planşeti də şarjı taxmalıyam. Planşet çünki oradan baxıb şəkil çəkmək istəyirəm. Telefondan çəkəndə mən vlogu eləyə bilmirəm. Telefona baxmalısan axı, yoxsa ekranı, yəni hər detalını çəkmək üçün ötürmək olmur da, gərək açıq olsun. Onda da vlog çəkmək olmur. Bugün Alya da gələcək rəsm dərsinə, çox qəşəng olacaq. Yəni bilirəm ki, artıq o məmnundur da, yəni elə insanlar ola bilər ki, vloga düşmək istəməyə bilər, amma o istəyir, onu bilirəm. Minik bir kahvaltı elədim ki, əslində kalbasa yumurta yiyəcəkdim, amma dedim ki, idman zad eləməyəcəm də, yəni o qədər də ehtiyac yoxdur. Yüngül bir şey, çayla kek içdim. Gördüm kekin dadı birazcık portakallı olduğu üçün turşumaq istəyir. O da kondisionerə görə 30 dərəcə yandırırsan, istər-istəməz etkiləyir. Biz normalda yayda tutaq ki, bayırda saxlayırıqsa, onda əksinə soyuq kondisioner yandırırdıq. O da bozulmurdu. Amma tez atdım buzdolabına onu. Belə. Deməli, hələ pijamaylayam. Gördüyünüz kimi hələ heç bir şey hazırlamamışam. Deməli, dediyim kimi qabları evdən çıxanda qoyacağıq. 2 look var ağlımda. Bugün günəş var, hava qəşəngdir. Ya bacımın aldığı hədiyyə qara donu geyinəcəm, ya da mavi bir bluzum var, onu geyinəcəm. Oversize bir cinlə və yaxud da cin bir ətəklə. Hələ hansını seçəcəyimi bilmirəm. Ona görə də gəlin birinci başlayaq tableti və telefonu şarja qoymaqdan, sonra tez hazırlaşaq özümüz. Yavaş-yavaş. Sizi də özümlə hər yerə aparacam.
Bu arada bir də neçə gündür hava günəşli deyildi, yəni idmandan başqa bir hərəkət eləməmişəm də, yəni çıxıb gəzməmişəm. Əslində çox istəyirəm şəhər mərkəzindəki gedib orada qratisdə evdə yeni il ürünlərinə baxmağı istəyirəm. Amma belə bir şey var ki, mən resimdən çıxanda biraz yorğun ola bilərəm. Plus da Bəxtiyarla, amma əslində danışarım Bəxtiyarla, görüm istəsə gedib baxarım. Görüm. Günün akışına buraxıram. Gedək. Mənim büdcəmin təzələndiyi gün, yəni hər ay yeniləndiyi gün ayın 15-idir. Ona görə də hədiyyələri falan almağı, şarjı taxmağa gəlmişəm bu arada. Hədiyyələri falan almağı ayın 15-nə saxlamışam. Məncə yetərli qədər, yəni nə erkən deyil, nə gec deyil. Qulaqçıq var imiş burada şarjda, onu çıxardaq. Şarjı. Tableti taxaq. Tableti taxaq. Deməli, qulaqçığı götürürük. Buranı geçək. Tableti qoyuruq şarjı. Şarjı qoydum. Özüm də dediyim kimi gedim artıq hazırlaşım, qəşəng makyaj edeyim. Dünən özümü çox narahat hiss edirdim. Dünən süd tüketmişdim. Şişkin, narahat. Yəni bugün ona görə də tüketmədim. Çay içdim bacardığım qədər. Onsuz da Vika'nın ofisində olanda da rəsm dərsində olmaq, elə bir yenilənirəm də, çox sevirəm. Yəni bəzən İnsanlar deyir ki, "Ayşə, evdə də çəkə bilərsən də. Evdə çox şey eləmək olar." Amma evin ev enerjisi var. Tamam mı? Mən evin o dincəlmə enerjisini bir də var ki, orada çox önəmli hiss edirsən də, yəni o ortamda özdə ki, onların alışqanlığı hər bir addımı atırsan, yəni məsələn, tutaq ki, nəsə bir taçka qoydun, yenilədin nəsə şəklində güncəlləmə elədin. Hər 10 dəqiqədən bir wow, şedevr, sən necə gözəl çəkirsən, sənin rəssam olmalıydın, dünyaya rəssam olaraq belə. Adamın çox xoşuna gəlir. Mən şirbirci olduğum üçün çox xoşuma gəlir. Gəlin indi burada jalüzü də açaq biraz. Evə gün işığı girsin. Ha, gördünüz mü? Bu bir tərəfdə mən paltarları asıram, yəni oranı çox açmıram jalüzü. Baxın, gözəldir. Biz payız çəkilişi eləmək istəyirdik qızlarla, niyə bilmədik. Elə mən bilsəm burada gəlib eləmək olar. Çünki altında xəzan falan da var idi. Mən bir ağac istəyirdim. Yenə bilmədik. Heç olmaz. Dağlara baxın. Necə gözəldir. Ben size demiştim ki kisləri yumaq, artıq günəş var. Kisləri yumağa da şərait var və ona görə də mən əl yüzün yan çanağı da yudum ki, həm də düzdür, kisləri yumaq xüsusi bir belə bir lövhə kimi bir şey var, diriş üstü. Düz onu istifadə edəcəm, bir başqa lavaboda yuyacağam, amma yenə də təmiz olmasını istədim. O dərman biraz axsın, indi o dərmanda var, istəmirəm kislərimə dəysin. Bugün gəlin ötürək, sabah artıq biz kislərimizi yuyarıq. Sabah 4-cü gündür. Sabah mən səhər Aliya ilə gingerbread bişirəcəyik. Yəni mən yenə sabahları hardasa 4-dən sonra falan evdə olacağam və o saatdan sonra bərabər biz içerik olaraq fırçaların hamısını yuyarıq. Bugün isə içimdə bir gəzmə hissi var. Bilmirəm niyə. Təbii ki bu alına da bilər, almaya da bilər. O heç onu bilirəm, amma yenə də görək, axşam buraxaq, görək nə olur. Deməli, yenə mən fırçaları yumalıyam sabah. Bir də mən artıq dekabr olmasına baxmayaraq özümün jurnal, yəni 2026 üçün özümə ajanda seçmişəm artıq. Bu ajandanın hər hangi bir dəftər deyil. Eskişehirdə işlədiyim vaxtlarda, son dönəmlərdə ki qazancımla özümə aldığım son hədiyyələrdən biri idi o vaxtı.
və hətta belə arada qalmışdım, görəsən alım yoxsa yox, biraz da üstün idi qiyməti, baha idi biraz qiyməti, amma dedim ki, bu orijinal bir seridir, almalısan, Barbie serisidir, orijinal hologramlı Barbie dəftəri idi. Ona görə onu dərhal almağa qərar verdim ki, vaxt tarix yox idi. Yəni mən istəsəm 2026-da başlada bilərəm. Düzdür, kalendar olaraq 2025-in kalendarı var, amma sadəcə ön səhifəsində, amma içərisində heç bir səhifədə tarix yox idi da. Və bullet journal şəklindədir. Orada yazanda, yəni nöqtə-nöqtə səhifələr olaraq, belə yazı qutaranda o qədər səliqəli görünür ki, əl yazısı çox bəyənirəm. Sanki əslində boş A4 kağıza yazmısan, ağ kağıza yazmısan, amma çox səliqəli görünür də. Çox xoşlayıram onu. Və mən sevdiyim xüsusiyyətlərdən biri də mənim keçən ajanda elə bil ki, bir cüt səhifədə, yəni 2 yan-yana səhifədə bütün həftəni bölmüşdülər 7 günə. Çox az yer qalmışdı. Mən gördüm ki, bu mənlik deyil. Mən istəyirəm ki, orada həm hisslərimi, duyğularımı, həm planlamalarımı yazım və bu çox yer tələb edir. Və mən süsləməyi də sevirəm stikerlərlə falan. Onu da az yer qalanda bilmirəm. Ona görə də bu dəfə hər səhifəsi bir günə aid bir ajandadır bu. Yəni bütün tələblərimi qarşılayır və çox göstərilir isə çox bəyənəcəksiniz məncə. Çox isti oldu, gedim pəncərəni açım və biz hızlı makyajımızı eləyək, qaçaq. Qızlar, deməli rəsm dərsinə gələndə burada bizim alternativlərimiz var idi ki, bir neçə dənə mənzərə. Çoxsu da şam ağacı olan, qar yağıb. Mən də artıq 2-3 dəfə çəkdiyim üçün bir də müəllimə bizə belə çərçivə vermişdi, Vika bizə çərçivə vermişdi və o çərçivənin içinə düşündüm ki, daha simvolik bir şey çəkim. Sadəcə internetdən, Pinterestdən tapdığım bir deməli qızdır, əlində şelkunçik tutub bu kadrı çəkmək istədim. Amma qızlar, əvvəl eskizini çəkdim, qızın üzünü çox bəyəndim də, qəşəng çəkmişəm, indi siz də görəcəksiniz. Əvvəl necə qəşəng olub. Amma sonda nəsə özüm biraz bəyənmədim. Qızın burada Vika poz verdi. Qızın o üzünü bəyənmədim sonda. Yəni o şəkildəki ifadəsi nəsə örnək olaraq götürdüyüm şəkillə heç əlaqəsiz oldu. Amma yenə də düşünürəm ki, pis olmadı. Belə çizgi film, nağıl qəhrəmanı kimi oldu. Çərçivənin özünü çox bəyəndim. Qızılı rəngə boyamağı falan detalları çox bəyəndim. Amma nəsə belə bu dəfəki çəkdiyim şəkil çox ürəyimcə olmadı. Amma yenə də bu bir prosesdir. Bunun üzründə zövq almaq lazımdır. İlk dəfədir ki, mən çərçivəni rənglədim. Çərçivənin qızıl rəngdə olmasını çox bəyəndim məsələn. Sizə də göstərəcəm. Sadəcə mən düşünürəm ki, nə qədər miniatür çəkiriksə, orada biraz insan üz mimiklərini falan az tərcih eləmək lazımdır. Baxın, burada necə gözəl alınıb qızın eskizi. Buna çox oxşuyur da tabletdəkinə. Burada Aliyanı çəkirəm arada. Bunu Aliyanın vloqunu əlavə eləməsi üçün çəkmişdim. Çox qəşəng çəkir. O da bir mənzərə çəkdi. Gün batımı mənzərəsi, amma qışda. Sonda onu da çəkdiyi rəsmi sizə göstərəcəm. Arxa fonda o qədər gözəl hava var, musiqi var idi ki, heç biz əslində bir-birimizlə çox az danışırdıq da. Yəni əvvəldə biraz söhbət edirik, amma sonra 4 saat ərzində 12-dən 16-ya qədər tamamilə özümüzü adamış oluruq. Və düşünürəm ki, bu prosesdə şəklin qəşəng alınması və yaxud da pis alınması bunlar önəmli deyilsə, o prosesdə düşüncələrindən arınırsan, sanki meditasiya eləsən də, çünki əgər bir şeyi edəndə zamanın necə keçdiyini fark etmirsənsə, bu özü meditasiyanın bir növüdür və ruha çox yaxşı gəlir. Baxın, Aliyanın şəkli çox gözəldir məncə. Mənim qızımın üzündə biraz düz belə nağıl qəhrəmanlar da var, amma yenə də mən sevdim. Şelkunçiki də sevdim. Ən sonda üstünə belə zərlər əlavə eləmişəm. Əslində bilmirəm indi kadrlarda necə görsənəcəm. Aldım fındıqlı və sütlü çikolata endirimli. Aldım.
Kargo. Aldım. Əla, çox sağ ol. 20 neçəsi? 24 dekabrda 90'lar partisi. Biletlerimiz artık hazırdır. Kargonu açabilirik. Heyecanla açtık. Desmalar. Deməli, hamamda o birisi normal desmal materialından olan desmalları istifadə edəndə çox vaxt nəm qoxusu gəlir və rütubətli qoxur desmal. Amma ona görə də bu cür biz buna isə çay dəsmalı material dedik də. Bu cür materialdan hamamın desenləri ilə uyumlu ağ, qara, boz rənglərdə bunu fark etmişəm ki mən mətbəxdə məsələn 3-4 gün istifadə edirsən, özü həm tez quruyur, həm də suyu qəşəng hopdur, həm də heç vaxt pis qoxu, nəmişlik qoxusu gəlmir. Əslində mən əvvəllər elə bir şey yaşamamışdım da, nəmişlik qoxusu gəlsin. Amma burada Alanyada olanda o dəsmallarda nəsə dedi ki, yəqin havada rütubət dərəcəsi çoxdur deyənə gec quruma olur. İndi bunları qəşəng, 2 dənə bundandır, 2 dənə də bundan. Bunları həm tez dəyişib yumaq olur, tez rahat da olur. Balaca ölçüdədir əslində, süpürülür. Həm də ki şeydir, suyu qəşəng əmir, həm də dezavantajı da yoxdur. Sonda gördüyünüz kimi kargo videosundaki görüntümdən yetinə bilmirəm bir şirbucu olaraq əlavədən özümə yenə belə baxmaq istəyirəm və o möhtəşəm sualı verib videonu yekunlaşdırıram. Pijama kombinim yaxşıdır indi, yoxsa səhərki kombinim